Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, 44 günlük müharibə dövründə Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan biri İranın hava məkanı olub. Azad İran kanalının yaydığı məlumata görə, Köçəryan çıxışında Ermənistanın hazırda aldığı silahların logistik təminatı ilə bağlı ciddi çətinliklərdən danışır. O qeyd edib ki, Fransa istehsalı olan artilleriya sistemləri keyfiyyətli olsa da, sursatsız həmin silahlar sadəcə bir neçə ton metal qırıntısından ibarət qalır. Köçəryan vurğulayıb ki, əsas məsələ bu sursatların Ermənistana hansı marşrutla çatdırılmasıdır. 44 günlük müharibə zamanı belə yüklər üçün hava məkanını açıq saxlayan yeganə ölkə İran idi. İndi isə İran ətrafında baş verən proseslər vəziyyəti dəyişdirib. Bu isə o deməkdir ki, NATO üzvü olan Fransadan Ermənistana göndərilən hərbi yüklər üçün İranın hava məkanı artıq bağlana bilər. Keçmiş prezidentin sözlərinə görə, müharibə dövründə Ermənistanın silah və sursat təchizatında İran mühüm tranzit rolunu oynayıb. Hazırki regional vəziyyət isə həmin marşrutun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb.